Sevgi 20 cümlə. Bu həftə sevgi həyatında gözlənilməz hadisələr baş verə bilər. Keçmişdən qalan bir mövzu yenidən gündəmə gələ bilər. Hisslərini içində saxlamaq sənə çətin olacaq. Qarşı tərəf sənin açıq danışmağını gözləyir. Subay qoçlar üçün ani tanışlıqlar mümkündür. Bu tanışlıq ilk baxışdan adi görünsə də zamanla dərinləşə bilər. Münasibəti olan qoçlar üçün qısqanclıq mövzusu ön plana çıxacaq. Sözlərini seçərək danışmasan gərginlik yarana bilər. Romantik jestlər münasibəti yumşalda bilər. Sevdiyin insan səndən daha çox diqqət gözləyir. Keçmiş inciklikləri xatırlatmaq düzgün vaxt deyil. Ürəyindən keçənləri sakit tərzdə ifadə etsən qarşılığını alacaqsan. Bu həftə emosional qərarlar vermək risklidir. Qəfil ayrılıq düşüncələri keçici ola bilər. Öz hisslərinə zaman ver. Sevgi səbr tələb edəcək. Qarşı tərəfi anlamağa çalış. Kiçik sözlər böyük təsir yarada bilər. Pul 20 cümlə. Bu həftə maddi məsələlərdə ehtiyatlı olmalısan. Gözlənilməz xərclər çıxa bilər. Planlaşdırılmamış alış-verişdən uzaq durmaq faydalı olar. Borc məsələləri gündəmə gələ bilər. Kimsə səndən maddi dəstək istəyə bilər. Dərhal qərar verməyə tələsmə. Gəlir və xərclər balansını yoxlamaq lazımdır. Kiçik məbləğlər birləşərək problem yarada bilər. Pulunu düzgün idarə etsən, həftəni rahat bitirərsən. Riskli yatırımlardan uzaq dur. Qazanc gec, amma sabit ola bilər. Keçmişdə etdiyin bir maliyyə səhvinin nəticəsi ortaya çıxa bilər. Dərs çıxarmaq vacibdir. Yeni qazanc yolları haqqında düşünə bilərsən. Amma hələlik addım atmaq üçün uyğun zaman deyil. Səbirli ol. Pul enerjin həftənin ortasında zəifləyə bilər. Lazımsız xərclərdən qaç. Ailənlə bağlı maliyyə mövzuları açıla bilər. Dəstək istəməkdən çəkinmə. Həftənin sonunda vəziyyət stabilləşəcək. Karyera 20 cümlə. İş həyatında temp yüksəlir. Üzərinə əlavə məsuliyyətlər düşə bilər. Bu vəziyyət səni yoracaq, amma gücləndirəcək. Rəhbərlik sənin performansını izləyir. Kiçik səhvlər böyük təsir yarada bilər. Detallara diqqət etməlisən. Komanda içində gərginlik yaşana bilər. Sakit qalmaq sənin xeyrinə olacaq. Özünü sübut etmək üçün fürsət yaranacaq. Amma tələskənlik mane ola bilər. Planlı hərəkət et. Yeni təkliflər ala bilərsən. Dərhal hər demə. Şərtləri yaxşı analiz et. İş dəyişmək fikri ağlından keçə bilər. Bu fikir hələlik düşüncə mərhələsində qalsın. Ünsiyyət bacarıqların ön plana çıxacaq. Doğru sözlər qapılar aça bilər. Həftənin ortasında yorğunluq hissi arta bilər. Özünə vaxt ayır. Həftənin sonu daha müsbət xəbərlər gətirə bilər. Buğa bürcü. Sevgi 20 cümlə. Bu həftə sevgi həyatında sabitlik axtaracaqsan. Qarşı tərəfin davranışlarını daha dərindən analiz edəcəksən. Keçmişdə deyilən sözlər yenidən xatırlana bilər. Subay buğalar üçün tanışlıqlar yavaş, amma ümidverici olacaq. Tələsik qərarlar vermək sənlik deyil və bu həftədə elə olmalıdır. Münasibəti olan buğalar üçün etibar mövzusu ön plandadır. Açıq söhbətlər münasibəti gücləndirə bilər. Duyğularını ifadə etməkdə çətinlik çəkə bilərsən. Amma susmaq problemi həll etməyəcək. Kiçik romantik addımlar böyük təsir göstərəcək. Qarşı tərəf sənin sabitliyinə güvənir. Gərgin mövzuları sakit tərzdə danışmaq vacibdir. Qısqanclıq hissi arta bilər. Bunun səbəbini özündə axtar. Sevgi səbr tələb edəcək. Tələsmədən irəliləmək doğru olacaq. Hisslərini test etməyə çalışma. Dürüstlük bu həftə əsas açardır. Ürəyinin səsini dinlə. Həftənin sonunda emosional rahatlama yaşayacaqsan. Pul 20 cümlə. Maliyyə baxımından daha planlı olmağa çalışacaqsan. Gəlir və xərclər arasında balans yaratmaq istəyəcəksən. Bu həftə qənaət etmək sənin üçün önəmli olacaq.
Gözlənilməz xərclər səni narahat edə bilər. Amma panikaya düşməyə dəyməz. Sakit analiz hər şeyi yoluna qoyacaq. Uzun müddətli planlar qurmaq üçün uyğun zamandır. Ani qazanc vədlərinə aldanma. Keçmişdən qalan bir borc mövzusu yenidən açıla bilər. Bu məsələni həll etmək rahatlıq gətirəcək. Ailə ilə bağlı maddi məsuliyyətlər arta bilər. Pulunu başqaları üçün xərcləmək istəyə bilərsən. Amma öz ehtiyaclarını da unutma. Kiçik qazanc imkanları yarana bilər. Onları dəyərləndirmək faydalı olar. Risk almaq bu həftə məsləhət deyil. Səbirli ol. Maliyyə baxımından sabitlik yaxınlaşır. Həftənin sonuna doğru rahatlama hiss olunacaq. Karyera 20 cümlə. İş həyatında sakit, amma məhsuldar bir dövrdəsən. Üzərində çalışdığın işlər yavaş-yavaş nəticə verəcək. Səbrin sınağa çəkilə bilər. Amma təmkinli davranmaq sənə üstünlük qazandıracaq. Rəhbərlik sənin məsuliyyətli davranışını fərq edir. Yeni layihələr gündəmə gələ bilər. Amma dərhal qərar vermək lazım deyil. Komanda içində etibarlı mövqeyin möhkəmlənir. Sözün daha çox dinlənəcək. İş yükü artsa da öhdəsindən gələ biləcəksən. Kiçik detallara diqqət uğur gətirəcək. Tələsik reaksiya vermə. Sənə qarşı səbr testləri ola bilər. Bunları düzgün idarə etsən irəliləyiş qaçılmazdır. Yeni bacarıqlar öyrənmək üçün uyğun həftədir. Özünü inkişaf etdirmək gələcək üçün faydalı olacaq. Həftənin ortasında yorğunluq hiss edilə bilər. Amma motivasiyanı itirmə. Həftənin sonunda özünlə qürur duyacaqsan. Əkizlər bürcü. Sevgi 20 cümlə. Bu həftə sevgi həyatında qarışıqlıq hiss edə bilərsən. Duyğularınla məntiqin arasında qalırsan. Bir tərəfin azadlıq istəyir, digər tərəfin yaxınlıq axtarır. Subay əkizlər üçün maraqlı yazışmalar gündəmə gələ bilər. Sosial mediada başlayan tanışlıq diqqətini çəkə bilər. Amma hər deyilən sözə dərhal inanma. Münasibəti olan əkizlər üçün ünsiyyət əsas mövzu olacaq. Sözlər yanlış anlaşılmaya səbəb ola bilər. Qarşı tərəf səndən daha çox diqqət gözləyir. Qulaq asmaq bu həftə danışmaqdan daha önəmlidir. Keçmiş münasibətlə bağlı bir xatirə yenidən gündəmə gələ bilər. Bu, səndə qarışıq hisslər yarada bilər. Keçmişi buraxmaq vacibdir. Qısqanclıq hissi artarsa səbəbini araşdır. Sevgi oyun deyil, səmimiyyət tələb edir. Kiçik jestlər münasibəti canlandıra bilər. Emosional dalğalanmalar normaldır. Tələskən qərarlar vermə. Həftənin sonunda daha aydın düşünəcəksən. Pul 20 cümlə. Maddi mövzularda dəyişkən bir həftədir. Bir gün özünü rahat hiss edəcəksən, bir gün narahat. Gözlənilməz xərclər planlarını poza bilər. Ona görə də ehtiyat fondun olsun. Kiçik qazanc imkanları ortaya çıxa bilər. Amma davamlı olub olmayacağını yaxşı analiz et. Ani qərarlarla pul xərcləməkdən uzaq dur. Reklam və vədlərə aldanma. Kimsə sənə asan qazanc təklif edə bilər. Bu mövzuda diqqətli ol. Pulunu idarə etmək bu həftə sənin üçün dərs olacaq. Ailə ilə bağlı xərclər arta bilər. Amma dəstək görəcəksən. Borc vermək məsələsində 2 dəfə düşün. Gələcək planlar üçün qənaət etməyə başla. Kiçik məbləğlər belə önəmlidir. Riskli yatırımlardan uzaq dur. Maliyyə sabitliyi üçün səbr lazımdır. Həftənin ortasında narahatlıq artsa da sonuna doğru rahatlama gələcək. Pul enerjin tədricən düzələcək. Karyera 20 cümlə. İş həyatında kommunikasiya ön plandadır. Danışıqlar, görüşlər və yazışmalar artacaq. Sözlərinlə təsir yaratmaq şansın var, amma diqqətsiz ifadələr problem yarada bilər. Rəhbərlik sənin ideyalarını dinləyəcək. Özünü doğru təqdim etməlisən. Komanda içində ikiyüzlü davranışlara rast gələ bilərsən. Hər deyilənə inanma. Sənə qarşı qısqanclıq ola bilər. Sakit və ağıllı davranmaq üstünlük qazandıracaq.
Yeni layihə təklifləri gündəmə gələ bilər. Amma detallarını diqqətlə oxu. İş dəyişmək fikri yarana bilər. Tələsmə, vaxt sənin xeyrinə işləyir. Yaradıcılığın yüksək olacaq. Bu fürsəti dəyərləndir. Həftənin ortasında yorğunluq hiss edilə bilər. Özünü çox yükləmə. Planlı işləsən, nəticə yaxşı olacaq. Həftənin sonunda özünü daha güclü hiss edəcəksən. Xərçəng bürcü. Sevgi 20 cümlə. Bu həftə sevgi həyatında emosiyalar çox güclü olacaq. Keçmişlə bağlı xatirələr səni kövrəldə bilər. Sevdiyin insana qarşı daha həssas olacaqsan. Subay xərçənglər üçün köhnə tanışlıq yenidən gündəmə gələ bilər. Bu görüş hisslərini qarışdıra bilər. Münasibəti olan xərçənglər üçün ailə və gələcək mövzuları ön plana çıxacaq. Qarşı tərəf səndən daha çox güvən gözləyir. Şübhələrini açıq danışmaq faydalı olacaq. İçində saxladığın sözlər səni yorur. Kiçik anlaşılmazlıqlar böyümədən həll edilməlidir. Qısqanclıq hissi arta bilər. Bunun səbəbi keçmiş qorxular ola bilər. Sevgi, səbr və anlayış tələb edir. Özünü qurban roluna salma. Qarşı tərəfi də anlamağa çalış. Romantik anlar münasibəti gücləndirəcək. Sürprizlər mümkündür. Emosional dalğalanmalar keçicidir. Həftənin sonuna doğru rahatlama gələcək. Ürəyin daha sakit olacaq. Pul 20 cümlə. Maddi məsələlərdə ailə mövzuları ön plana çıxır. Ev, təmir və ya ailə xərcləri arta bilər. Pulunu planlı xərcləmək vacibdir. Duyğusal qərarlarla alış-veriş etmə. Keçmişdən qalan maliyyə məsuliyyətləri yenidən gündəmə gələ bilər. Bu səni biraz yora bilər. Amma hər şey nəzarət altına alınacaq. Kiçik qazanc yolları görünə bilər. Evdən işləmə və ya əlavə gəlir ideyaları yarana bilər. Risk almadan irəliləmək daha doğrudur. Borc mövzularında ehtiyatlı ol. Kimsə sənə arxalanmaq istəyə bilər. Amma öz büdcəni də düşün. Maliyyə sabitliyi üçün səbir lazımdır. Qənaət etmək bu həftə xeyrinə olacaq. Böyük alış-verişləri təxirə sal. Həftənin ortasında narahatlıq arta bilər. Amma sonuna doğru rahatlıq hiss olunacaq. Pul enerjin tədricən düzələcək. Karyera 20 cümlə. İş həyatında məsuliyyətlərin artması mümkündür. Səndən daha çox diqqət və dəqiqlik tələb olunacaq. Emosiyalarını işə qarışdırmamaq vacibdir. Rəhbərlik sənin sədaqətini qiymətləndirir. Amma bunu sənə açıq deməyə bilər. Komanda içində dəstək axtaracaqsan. Bəzi həmkarların səni tam anlamaya bilər. Sakit və peşəkar qalmaq üstünlük qazandıracaq. Yeni tapşırıqlar səni qorxutmasın. Bacarıqlarını ortaya qoymaq vaxtıdır. Özünə güvən. İş mühitində gizli gərginliklər ola bilər. Söz söhbətdən uzaq dur. Planlı işləsən, hər şey yoluna düşəcək. Yeni iş təklifi haqqında düşünə bilərsən. Amma emosional qərar vermə. Həftənin ortasında yorğunluq hiss edilə bilər. Özünə istirahət ver. Həftənin sonunda rahatlanacaqsan və özünü daha güclü hiss edəcəksən. Sevgi 20 cümlə. Bu həftə sevgi həyatında diqqət mərkəzində olmaq istəyəcəksən. Qarşı tərəfdən gözləntilərin arta bilər. Sevdiyin insanın sənə laqeyd davrandığını düşünə bilərsən. Amma bu tam olaraq belə olmaya bilər. Subay şirlər üçün cazibədar tanışlıqlar mümkündür. İlk baxışdan güclü enerji hiss edilə bilər. Münasibəti olan şirlər üçün ego mövzusu ön plana çıxacaq. Hər şeyi nəzarətdə saxlamaq istəməyin problem yarada bilər. Qarşı tərəfin də hisslərinə yer verməlisən. Romantik sürprizlər münasibəti canlandıra bilər. Açıq danışmaq vacibdir, amma sərt olmadan. Qısqanclıq hissi artarsa, səbəbini araşdır. Keçmişdə yaşanan bir hadisə yenidən xatırlana bilər. Bu mövzu sakitliklə həll olunmalıdır. Sevgi qarşılıqlı hörmət tələb edir. Tək tərəfli fədakarlıq gözləmə. Ürəyini açmaqdan qorxma.
Duyğularını ifadə etdikcə rahatlayacaqsan. Həftənin sonunda sevgi həyatında istilik artacaq. Pul 20 cümlə. Maddi baxımdan iddialı bir həftədir. Daha çox qazanmaq arzusu güclənəcək. Amma tələskən addımlar risk yarada bilər. Böyük xərclər etməzdən əvvəl 2 dəfə düşün. Gözlənilməz bir təklif ala bilərsən. Bu təklif cazibədar görünsə də detallar önəmlidir. Pulunu nümayiş üçün xərcləmək istəyi arta bilər. Amma sonradan peşman ola bilərsən. Gəlir və xərclər balansını qorumaq vacibdir. Ailə ilə bağlı maliyyə məsələləri gündəmə gələ bilər. Dəstək vermək istəsən də sərhədlərini unutma. Qənaət etməyi öyrənmək bu həftə sənin üçün dərs olacaq. Riskli yatırımlardan uzaq dur. Kiçik qazanc imkanları görünə bilər. Amma davamlı olub olmadığını yoxla. Borc mövzularında diqqətli ol. Həftənin ortasında maddi gərginlik arta bilər. Sakit qal və panikaya düşmə. Həftənin sonunda vəziyyət stabilləşəcək. Özünü daha güvənli hiss edəcəksən. Karyera 20 cümlə. İş həyatında liderlik qabiliyyətin ön plana çıxır. Sənə məsuliyyət verilə bilər. Bu məsuliyyət həm şans, həm də sınaqdır. Rəhbərlik sənin performansını diqqətlə izləyir. Özünü sübut etmək istəyəcəksən. Amma hər şeyi tək etməyə çalışma. Komanda işi daha uğurlu olacaq. Tənqidlərə qarşı həssas ola bilərsən. Amma bunları şəxsi qəbul etmə. Yeni layihələr gündəmə gələ bilər. Öz ideyalarını cəsarətlə paylaş. Amma təkəbbürlü görünməməyə diqqət et. İş mühitində gizli rəqabət hiss edilə bilər. Sakit və ağıllı davranmaq üstünlük qazandıracaq. İş dəyişmək fikri yarana bilər. Amma bu həftə qərar vermək üçün uyğun deyil. Planlarını gizli saxla. Həftənin ortasında yorğunluq hiss edilə bilər. Özünə istirahət ver. Həftənin sonunda uğur hissi yaşayacaqsan. Əməklərinin qarşılığını görəcəksən. Sevgi 20 cümlə. Bu həftə sevgi həyatında daha çox analiz edəcəksən. Qarşı tərəfin hər sözünü ölçüb biçəcəksən. Bəzən həddindən artıq düşünmək səni yorur. Subay qızlar üçün sakit, amma dərin tanışlıq mümkündür. Bu tanışlıq yavaş irəliləsə də etibarlı olacaq. Münasibəti olan qızlar üçün gündəlik problemlər ön plana çıxa bilər. Xırda detallara ilişmək gərginlik yarada bilər. Qarşı tərəfi tənqid etməkdən çəkin. Daha anlayışlı olmağa çalış. Sevgi qüsursuzluq deyil, qəbul etməkdir. Duyğularını ifadə etməkdə çətinlik çəkə bilərsən. Amma susmaq məsafə yarada bilər. Açıq və sakit danışmaq münasibəti gücləndirəcək. Keçmişdə qalan bir söz yenidən xatırlana bilər. Bu mövzunu uzatmamaq xeyrinədir. Romantik anlar planlaşdırmaq münasibəti canlandıra bilər. Kiçik jestlər böyük təsir göstərəcək. Özünü çox yükləmə. Sevgi rahatlıq verməlidir. Pul 20 cümlə. Maliyyə baxımından daha planlı olacaqsan. Büdcəni yenidən gözdən keçirmək istəyəcəksən. Bu həftə qənaət etmək üçün yaxşı fürsətlər var, lazımsız xərcləri asanlıqla fərq edəcəksən. Gözlənilməz xərclər çıxa bilər. Amma səni ciddi sarsıtmayacaq. Pulunu düzgün idarə etməyin faydasını görəcəksən. Kiçik qazanc imkanları diqqətini çəkə bilər. Əlavə iş və ya freelance mövzuları gündəmə gələ bilər. Risk almadan irəliləmək sənə uyğundur. Borc mövzularında məsuliyyətli davran. Ailə üzvləri ilə maliyyə söhbətləri ola bilər. Sənin məsləhətinə ehtiyac duyacaqlar. Böyük alış-verişləri təxirə salmaq daha doğrudur. Səbirli ol. Maliyyə sabitliyi tədricən gəlir. Həftənin ortasında narahatlıq arta bilər. Amma planların səni qoruyacaq. Həftənin sonunda rahatlama hiss edəcəksən. Karyera 20 cümlə. İş həyatında detallara diqqətin artacaq. Bu, səni digərlərindən fərqləndirəcək. Rəhbərlik sənin dəqiqliyini qiymətləndirir. Amma bunu dərhal hiss etdirməyə bilər.
Üzərində işlədiyin layihələrdə irəliləyiş var, səbrinin bəhrəsini görəcəksən. Komanda içində məsləhət verən mövqeyə keçə bilərsən. Sözün dinlənəcək. Amma özünü çox yükləmə. Hər şeyi tək etmək məcburiyyətində deyilsən. Yeni məsuliyyətlər səni qorxutmasın. Bu, inkişaf üçün fürsətdir. İş mühitində sakit qalmaq önəmlidir. Söz-söhbətdən uzaq dur. Yeni təkliflər ala bilərsən. Amma detalları diqqətlə oxu. Tələsmədən qərar ver. Həftənin ortasında yorğunluq hiss edilə bilər. Özünə vaxt ayır. Həftənin sonunda işindən məmnun qalacaqsan. Özünü daha güvənli hiss edəcəksən. Tərəzi bürcü. Sevgi 20 cümlə. Bu həftə sevgi həyatında tarazlıq axtarışın güclənir. Qarşı tərəfin davranışlarını daha həssas qəbul edəcəksən. Münasibətdə ədalət mövzusu ön plana çıxacaq. Subay tərəzilər üçün zərif və romantik tanışlıq mümkündür. İlk təəssürat çox önəmli olacaq. Münasibəti olanlar üçün kompromis vacibdir. Hər şeyi qarşı tərəfdən gözləmək düzgün deyil. Sözlər münasibəti ya gücləndirə ya da zədələyə bilər. Keçmişdə qalan bir mövzu yenidən açıla bilər. Bu dəfə daha yetkin yanaşacaqsan. Qısqanclıq hissi arta bilər, amma nəzarətdə saxlanmalıdır. Romantik planlar münasibəti canlandıra bilər. Birlikdə vaxt keçirmək vacibdir. Susmaq yerinə danışmaq daha faydalıdır. Sevgi qarşılıqlı anlayış tələb edir. Duyğularını gizlətməyə çalışma. Səmimiyyət səni rahatladacaq. Kiçik jestlər böyük təsir göstərəcək. Pul 20 cümlə. Maddi mövzularda qərarsızlıq yaşaya bilərsən. Xərcləmək və qənaət arasında qalacaqsan. Gözəl görünən şeylərə pul xərcləmək istəyi arta bilər. Amma sonradan peşmanlıq ola bilər. Büdcəni planlamaq bu həftə vacibdir. Gözlənilməz xərclər çıxa bilər. Ailə ilə bağlı maddi məsuliyyətlər gündəmə gələ bilər. Dəstək verərkən öz limitlərini unutma. Kiçik qazanc imkanları yarana bilər. Amma davamlılıq məsələsi önəmlidir. Riskli yatırımlardan uzaq dur. Pulunu başqaları ilə müqayisə etmə. Hər kəsin yolu fərqlidir. Borc mövzularında ehtiyatlı ol. Maliyyə sabitliyi üçün səbir lazımdır. Həftənin ortasında gərginlik arta bilər. Amma panikaya düşmə. Həftənin sonunda vəziyyət yoluna düşəcək. Özünü daha güvənli hiss edəcəksən. Karyera 20 cümlə. İş həyatında əməkdaşlıq ön plandadır. Komanda işi sənə uğur gətirəcək. Tək başına hərəkət etmək istəyi olsa da, birlikdə işləmək daha faydalıdır. Rəhbərlik sənin diplomatik yanaşmanı qiymətləndirir. Mübahisəli mövzularda səni önə çəkə bilərlər. Sözlərinlə balans yarada bilirsən. Yeni layihələr gündəmə gələ bilər. Amma qərar verməzdən əvvəl məsləhət al. İş mühitində ikiyüzlü davranışlara rast gələ bilərsən. Hər deyilənə inanma. Öz mövqeyini qoru. İş dəyişmək fikri ağlından keçə bilər. Amma bu həftə tələsmə. Səbirli ol. Detallara diqqət uğur gətirəcək. Həftənin ortasında yorğunluq hiss edilə bilər. Özünə vaxt ayır. Planlı işləsən nəticə yaxşı olacaq. Həftənin sonunda rahatlıq və məmnunluq hiss edəcəksən. Əqrəb bürcü. Sevgi 20 cümlə. Bu həftə sevgi həyatında ehtiras yüksəlir. Duyğuların çox dərin olacaq. Qarşı tərəfin hər davranışı səni təsirləndirə bilər. Subay əqrəblər üçün güclü cazibə dolu tanışlıq mümkündür. Bu münasibət səni tamamilə dəyişə bilər. Münasibəti olan əqrəblər üçün qısqanclıq mövzusu ön plandadır. Etibar məsələsi yenidən gündəmə gələ bilər. Gizli qalan mövzular açıla bilər. Həqiqət səni əvvəlcə sarsıda bilər. Amma sonradan rahatlıq gətirəcək. Manipulyasiyadan uzaq dur. Açıq və dürüst olmaq münasibəti gücləndirəcək. Keçmiş inciklikləri yenidən xatırlatma. Bu, yaraları dərinləşdirə bilər. Sevgi nəzarət deyil, paylaşmaqdır.
Duyğularını boğma. Amma sərhədləri də unutma. Romantik və ehtiraslı anlar mümkündür. Həftənin sonuna doğru emosiyalar sakitləşəcək. Daha aydın düşünəcəksən. Sevgi həyatında dönüş nöqtəsi yaşana bilər. Pul 20 cümlə. Maddi mövzularda diqqətli olmalısan. Gizli xərclər ortaya çıxa bilər. Büdcəni yenidən gözdən keçirmək faydalıdır. Riskli yatırımlar səni cəlb edə bilər. Amma bu həftə risk almaq məsləhət deyil. Gözlənilməz gəlir də mümkündür. Bu pul planlarını dəyişə bilər. Borc və kredit mövzuları gündəmə gələ bilər. Detalları diqqətlə oxu. Maliyyə məsələlərində tək başına qərar vermə. Məsləhət almaq faydalı olar. Ailə ilə bağlı xərclər arta bilər. Amma dəstək görəcəksən. Pulunu gizli saxlamaq istəyi arta bilər. Amma paylaşım bəzən rahatlıq gətirir. Qənaət etmək bu həftə xeyrinədir. Böyük alış-verişləri təxirə sal. Həftənin ortasında gərginlik arta bilər. Amma nəzarəti əldən vermə. Həftənin sonunda maddi vəziyyət stabilləşəcək. Karyera 20 cümlə. İş həyatında güc savaşları hiss edilə bilər. Rəqabət artacaq. Sənin strategiyan önə çıxacaq. Sakit və ağıllı davranmaq vacibdir. Rəhbərlik sənin qərarlılığını fərq edir. Amma hər sirrini açma. İş mühitində gizli oyunlar ola bilər. Hər kəsə etibar etmə. Yeni məsuliyyətlər sənə verilə bilər. Bu, həm şans, həm sınaqdır. Öz gücünü düzgün istifadə et. İş dəyişmək fikri yarana bilər. Amma bu həftə qərar vermək üçün uyğun deyil. Planlarını gizli saxla. Həftənin ortasında stres arta bilər. Özünü emosional olaraq qoru. Planlı işləsən uğur qaçılmazdır. Həftənin sonunda özünü daha güclü hiss edəcəksən. Əməklərinin qarşılığını görəcəksən. Ox atan bürcü. Sevgi 20 cümlə. Bu həftə sevgi həyatında azadlıq ehtiyacı güclənir. Sıxıldığını hiss edə bilərsən. Qarşı tərəfin səni məhdudlaşdırdığını düşünə bilərsən. Amma bu tam olaraq doğru olmaya bilər. Subay ox atanlar üçün uzaq məsafəli tanışlıq mümkündür. Fərqli mədəniyyətdən biri diqqətini çəkə bilər. Münasibəti olanlar üçün səmimi söhbətlər önəmlidir. Problemləri zarafatla ört-basdır etmə. Açıq danışmaq vacibdir. Romantik sürprizlər münasibəti canlandıra bilər. Keçmişdən qalan mövzu yenidən açıla bilər. Bu dəfə daha yetkin yanaşacaqsan. Qısqanclıq səni yora bilər. Sərhədlərini açıq bildir. Sevgi macəra deyil, dəyərdir. Duyğularını ifadə etməkdən qorxma. Birlikdə yeni planlar qurmaq faydalı olacaq. Həftənin sonuna doğru rahatlama gələcək. Sevgi həyatında aydınlıq yaranacaq. Özünü daha azad hiss edəcəksən. Karyera 20 cümlə. İş həyatında yeni ideyalarla dolu olacaqsan. Yaradıcılığın yüksəkdir. Amma hər ideyanı dərhal həyata keçirmə. Planlama vacibdir. Rəhbərlik sənin enerjini fərq edir. Yeni layihələr gündəmə gələ bilər. Səyahət və ya xarici əlaqəli işlər mümkündür. Komanda içində motivasiya verən mövqedəsən. Amma məsuliyyətdən qaçma. İş mühitində söz-söhbət ola bilər. Qarışma. Öz yoluna fokuslan. İş dəyişmək fikri yarana bilər. Amma bu həftə qərar vermə. Bacarıqlarını inkişaf etdirmək üçün uyğun zamandır. Təlim və öyrənmə mövzuları gündəmə gələ bilər. Həftənin ortasında yorğunluq hiss edilə bilər. Özünə vaxt ayır. Həftənin sonunda işdən məmnun qalacaqsan. Özünü daha güclü hiss edəcəksən. Pul 20 cümlə. Maddi mövzularda dəyişiklik arzusu artacaq. Daha çox qazanmaq üçün yeni yollar axtaracaqsan. Amma tələskənlik problem yarada bilər. Gözlənilməz xərclər səni təəccübləndirə bilər. Pulunu səyahət və təcrübələrə xərcləmək istəyi arta bilər. Amma balansı qorumaq vacibdir.
Kiçik qazanc imkanları görünə bilər. Amma davamlılıq şübhəlidir. Riskli yatırımlardan uzaq dur. Borc mövzularında diqqətli ol. Ailə ilə bağlı maliyyə söhbətləri ola bilər. Dəstək verərkən özünü unutma. Qənaət etməyi öyrənmək faydalıdır. Böyük alış-verişləri təxirə sal. Həftənin ortasında maddi gərginlik arta bilər. Amma panikaya düşmə. Planlı hərəkət et. Həftənin sonunda vəziyyət stabilləşəcək. Özünü daha rahat hiss edəcəksən. Oğlaq bürcü. Sevgi 20 cümlə. Bu həftə sevgi həyatında məsuliyyət hissi artır. Duyğularını arxa plana ata bilərsən. Qarşı tərəf bunu soyuqluq kimi anlaya bilər. Açıq danışmaq vacibdir. Subay oğlaqlar üçün iş mühitində tanışlıq mümkündür. Bu münasibət yavaş, amma ciddi ola bilər. Münasibəti olanlar üçün gələcək planlar ön plandadır. Evlilik və birlikdə həyat mövzuları açıla bilər. Keçmişdə deyilən sözlər yenidən xatırlana bilər. Bu mövzunu uzatmamaq xeyrinədir. Sevgi, səbr və anlayış tələb edir. Romantikanı unutma. Kiçik jestlər münasibəti yumşaldacaq. Duyğularını ifadə etməkdən çəkinmə. Qarşı tərəf sənin hisslərini bilmək istəyir. İş stressini münasibətə yansıtma. Həftənin ortasında gərginlik arta bilər. Amma sakitliklə hər şey həll olunacaq. Həftənin sonunda sevgi həyatında sabitlik hiss edəcəksən. Özünü daha güvənli hiss edəcəksən. Pul 20 cümlə. Maddi mövzularda ciddi və planlı davranacaqsan. Büdcəni yenidən gözdən keçirəcəksən. Gələcək üçün qənaət planları qurmaq istəyəcəksən. Gözlənilməz xərclər səni narahat edə bilər. Amma panikaya düşməyəcəksən. Maliyyə məsuliyyətlərin arta bilər. Ailə ilə bağlı xərclər gündəmə gələ bilər. Amma hər şeyi nəzarətdə saxlaya biləcəksən. Kiçik, amma stabil qazanc imkanları var, risk almadan irəliləmək sənə uyğundur. Borc mövzularında diqqətli ol. Uzun müddətli planlar üçün uyğun həftədir. Böyük alış-verişləri təxirə salmaq faydalıdır. Qənaət etmək səni rahatladacaq. Həftənin ortasında maddi gərginlik hiss edilə bilər. Amma tez keçəcək. Planlı hərəkət etdikcə rahatlayacaqsan. Həftənin sonunda maliyyə baxımından özünü güclü hiss edəcəksən. Karyera 20 cümlə. İş həyatında məsuliyyətlərin artması mümkündür. Səndən daha çox nəticə gözlənilir. Bu səni yora bilər, amma gücləndirəcək. Rəhbərlik sənin zəhmətini fərq edir. Amma bunu açıq deməyə bilər. Yeni layihələr gündəmə gələ bilər. Bu layihələr uzun müddətli ola bilər. Səbirli olmaq vacibdir. Komanda içində lider mövqeyin möhkəmlənir. Amma sərt davranmaqdan çəkin. İş mühitində soyuq münasibətlər ola bilər. Şəxsi qəbul etmə. Planlı və sistemli işləmək uğur gətirəcək. İş dəyişmək fikri yarana bilər. Amma bu həftə qərar vermə. Həftənin ortasında yorğunluq hiss edilə bilər. Özünə vaxt ayır. Həftənin sonunda özünlə qürur duyacaqsan. Əməklərinin qarşılığını görəcəksən. Dolça bürcü. Sevgi 20 cümlə. Bu həftə sevgi həyatında fərqlilik axtaracaqsan. Adi münasibətlər səni sıxa bilər. Azadlıq ehtiyacın güclənir. Qarşı tərəf bunu məsafə kimi anlaya bilər. Açıq danışmaq vacibdir. Subay dolçalar üçün gözlənilməz tanışlıq mümkündür. Bu tanışlıq sənin dünya görüşünü dəyişə bilər. Münasibəti olanlar üçün dostluq mövzusu ön plandadır. Sevgidə dostluq bağları güclənəcək. Qısqanclıq səni narahat edə bilər. Amma nəzarət etməyə çalışma. Sevgi azadlıqdır. Keçmiş münasibətlə bağlı xəbər ala bilərsən. Bu, səni düşündürə bilər. Keçmişi buraxmaq vacibdir. Romantik jestlər səni daha yaxınlaşdıracaq. Hisslərini ifadə etməkdən çəkinmə. Səmimiyyət münasibəti gücləndirəcək. Həftənin sonunda emosional rahatlama gələcək.
Sevgi həyatında aydınlıq yaranacaq. Pul 20 cümlə. Maddi mövzularda qeyri-adi ideyaların ola bilər. Yeni qazanc yolları haqqında düşünəcəksən. Amma bu ideyaları dərhal reallaşdırma. Planlama vacibdir. Gözlənilməz xərclər çıxa bilər. Texnologiya və ya təmir xərcləri arta bilər. Büdcəni qorumaq önəmlidir. Kiçik qazanc imkanları görünə bilər. Amma davamlılıq şübhəlidir. Riskli yatırımlardan uzaq dur. Borc mövzularında diqqətli ol. Dostlarla bağlı maddi məsələlər gündəmə gələ bilər. Pul və dostluğu qarışdırma. Qənaət etmək səni rahatladacaq. Böyük alış-verişləri təxirə sal. Həftənin ortasında maddi gərginlik hiss edilə bilər. Amma tez keçəcək. Planlı hərəkət etdikcə rahatlayacaqsan. Həftənin sonunda maddi vəziyyət stabilləşəcək. Karyera 20 cümlə. İş həyatında yenilik ehtiyacı güclənir. Eyni işlər səni sıxa bilər. Yeni layihələr və fərqli sahələr diqqətini çəkəcək. Amma tələsmə. Rəhbərlik sənin yaradıcı yanaşmanı qiymətləndirir. Amma hər ideya dərhal qəbul olunmaya bilər. Səbirli ol. Komanda içində fərqli düşüncələrinlə seçilirsən. Amma özünü təcrid etmə. İş mühitində dəyişikliklər ola bilər. Bu dəyişikliklər sənə fayda verə bilər. İş dəyişmək fikri güclənə bilər. Amma bu həftə qərar vermə. Planlarını gizli saxla. Bacarıqlarını inkişaf etdirmək üçün uyğun zamandır. Təlim və öyrənmə mövzuları gündəmə gələ bilər. Həftənin ortasında yorğunluq hiss edilə bilər. Özünə vaxt ayır. Həftənin sonunda işlə bağlı daha aydın düşünəcəksən. Baliqlar bürcü. Sevgi 20 cümlə. Bu həftə sevgi həyatında romantika ön plandadır. Duyğuların çox dərin olacaq. Qarşı tərəfin sözləri səni tez təsirləndirə bilər. Subay balıqlar üçün xəyal kimi tanışlıq mümkündür. Bu münasibət sənə ilham verə bilər. Münasibəti olanlar üçün anlayış və empati vacibdir. Qarşı tərəfin hisslərini daha dərindən anlayacaqsan. Keçmiş incikliklər yenidən xatırlana bilər. Amma bu dəfə bağışlamaq asan olacaq. Sevgi şəfa verəcək. Özünü qurban roluna salma. Sərhədlərini qorumağı unutma. Romantik anlar münasibəti gücləndirəcək. Birlikdə vaxt keçirmək önəmlidir. Hisslərini ifadə etməkdən qorxma. Səmimiyyət səni rahatladacaq. Duyğusal dalğalanmalar keçicidir. Həftənin sonuna doğru sakitlik gələcək. Sevgi həyatında harmoniya yaranacaq. Özünü daha xoşbəxt hiss edəcəksən. Pul 20 cümlə. Maddi mövzularda diqqətli olmalısan. Duyğusal xərclər arta bilər. Alış-verişlə özünü rahatlatmaq istəyə bilərsən. Amma sonradan peşmanlıq ola bilər. Büdcəni planlamaq vacibdir. Gözlənilməz xərclər çıxa bilər. Ailə ilə bağlı maddi məsuliyyətlər arta bilər. Amma tək qalmayacaqsan. Kiçik qazanc imkanları görünə bilər. Yaradıcılıqla bağlı işlərdən gəlir mümkündür. Riskli yatırımlardan uzaq dur. Borc mövzularında ehtiyatlı ol. Qənaət etmək səni daha güvənli hiss etdirəcək. Böyük alış-verişləri təxirə sal. Həftənin ortasında maddi gərginlik hiss edilə bilər. Amma tez keçəcək. Planlı hərəkət etdikcə rahatlayacaqsan. Həftənin sonunda maddi vəziyyət stabilləşəcək. Karyera 20 cümlə. İş həyatında yaradıcılığın ön plana çıxır. İlhamın güclüdür. Amma real planlama vacibdir. Rəhbərlik sənin fərqli baxışını qiymətləndirir. Amma konkret nəticə gözləyir. Xəyalpərəstliklə işi qarışdırma. Komanda içində dəstək verən mövqedəsən. Amma özünü yorma. Yeni layihələr gündəmə gələ bilər. Yaradıcılıq tələb edən işlərdə uğur mümkündür. İş dəyişmək fikri yarana bilər. Amma bu həftə qərar vermə. Özünü inkişaf etdirmək üçün uyğun zamandır.
Təlim və öyrənmə mövzuları gündəmə gələ bilər. Həftənin ortasında yorğunluq hiss edilə bilər. Özünə istirahət ver. Emosional olaraq özünü qoru. Planlı işləsən, nəticə yaxşı olacaq. Həftənin sonunda işdən məmnun qalacaqsan. Özünü daha güclü hiss edəcəksən.